Kim deyir ki, bu ya istirahət eləmədim, inanmayın. Çünki burada mən gəldim, həm keyfiyyətlə, həm qiymətlərlə tanış oldum. Mavranın ərazisinin bu təhsil istirahət mərkəzləri ilə bir yox, bir neçəsi ilə hər bir büdcəyə də uyğundur və yeməklərinin dadını da xüsusi bəyəndim. Çünki hamısı ev sayağı hazırlanmışdır. Günün ilk saatlarını təhsil istirahət məkanına yönəldik. Orada həddindən artıq fərqli və belə deyim, yenidən yaranmış bir yer gördük. Bütün müəllimlər və digər belə deyim də oradan yararlanmaq istəyən insanlar üçün hər cür şərait yaradılıb. Buradakı şəraitdən çox razıyam. Müəllimlər üçün hər cür şərait yaradılıb. 24 ildir müəllim işləyirəm. İlk dəfədir ki, mən təhsil istirahət mərkəzində oluram. Bu il biz istirahət üçün müraciət elədik onlayn şəkildə və müraciətimiz qəbul oldu və iş yoldaşlarımla bir yerdə və ailə üzvlərimizlə də bir yerdə hamımız qərar verdik bura gəlməyi və çox da məmnun qaldıq. Dövlət işçiləri onlayn şəkildə özləri qeydiyyatdan keçməklə istədikləri Respublika ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərini seçə bilirlər və orada güzəştli, onlara yaradan güzəştli şəraitlərdən çox yüksək səviyyədə istifadə edə bilirlər. Biz burada müşahidə zamanı Respublikanın ən müxtəlif bölgələrinin, ən ucqar rayonlarından belə insanların istirahətdə etdiyinin şahidi olduq.